Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Son dəqiqə xəbərlərini Nilufər Məcnunlu çatdıracaq. Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bugün edam olunub. 2023-cü ilin yanvar ayının 27-sində Azərbaycan Tehrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə edam olunub. İranın məhkəmə sistemi bildirib ki, edam hökmü Ali Məhkəmənin qərarı ilə təsdiqləndikdən sonra icra olunub. Bakı-Quba yolunun 30-cu kilometrliyi yaxınlığında qəza baş verib. Hadisə zamanı 1983-cü il təvəllüdlü Samik Fərhadoğlu Abdullayevə məxsus dayanmış vəziyyətdə olan mən markalı 77 BT 544 dövlət nömrə nişanlı yük avtomobilinə 2001-ci il təvəllüdlü Ramazan Habiloğlu Həsənovun idarə etdiyi Mercedes ML 77 BT 495 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi xəsarətləri alıb. Yük avtomobilinin sahibi Samik Abdullayevin döş qəfəsində əzik və sağ ayağında sınıq aşkarlanıb. Mercedes ML-də sərnişin qismində olan 1986-cı il təvəllüdlü Ruslan İsmailoğlu Rızayev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib. Faktla bağlı araşdırmalar aparılır. İsrailin Qəza zolağında son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində 98 nəfər həlak olub. Bu məlumatı Qətərin Əl-Cəzair telekanalının Səhiyyə Nazirliyinə istinadən yayılıb. Telekanalın məlumatına görə son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb. Nazirliyin statistik məlumatına görə İsrailin zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər həlak olub, 9647 nəfər isə yaralanıb. Bu günə olan xəbərlərimiz bu qədər. Sağ olun, salamat qalın.